Bugünkü dərsimizin mövzusu Windows 7 əməliyyat sistemində proqram və onun komponentlərinin kompüterdən uzaqlaşdırılması olacaq. Məlumdur ki, Windows'un digər versiyalarında olduğu kimi, Windows 7 əməliyyat sistemində də proqram və onun komponentlərinin silinməsi üçün xüsusi proqram təminatı mövcuddur. İlk növbədə mausun göstəricisini pusk menüsünə yaxınlaşdırın və üzərində sol düyməni bir dəfə sıxın. Açılan baş menünün ikinci sütunundan panel upravleniya, yəni idarəetmə paneli sətri üzərində sol düyməni bir dəfə sıxsaq, idarəetmə panelinin pəncərəsi ekrana gələcək. Həmin pəncərədən Proqrammi komponenti adlanan xüsusi proqram üzərində sol düymə sıxılır və beləliklə proqram və onun komponentlərinin silinməsi üçün pəncərə ekranda aktivləşir. Digər əməliyyat sistemlərində olduğu kimi, Windows 7 əməliyyat sistemində də hər hansı bir proqram və ya komponentin silinməsi üçün ilk növbədə həmin proqram qeyd olunmalıdır. Bizim nümunədə bu Cleaner proqramı olacaq. Proqramı qeyd edirik və yuxarı sütundan udalit sətri seçilir. Beləliklə, qarşıya çıxan pəncərə vasitəsilə biz təlimata uyğun olaraq proqramın silinməsi davam etdirilir. Belə ki, qarşıya çıxan pəncərə proqramı silən usta pəncərəsi adlanır. Həmin pəncərədə əməliyyatın təsdiqi üçün növbəti, yəni DALI düyməsi sıxılır və daha sonra proqramın silinməsi üçün udalit düyməsi üzərində sol düymə bir dəfə vurulur və beləliklə proqram kompüterdən silindi. Əməliyyatın yekunu kimi Qatova düyməsini sıxmağımız kifayətdir. Beləliklə, həmin siyahıdan proqram silindi. Əlbəttə, bu siyahıya hansı proqramlar düşür? Kompüterə yüklənmiş bütün proqramlar məhz bu siyahıda görsənir. Windows XP əməliyyat sistemində olduğu kimi, Windows 7 əməliyyat sistemində də bu pəncərənin təyinatı təkcə proqramları silmək deyil. Əlbəttə, burada bəzi elementlər var ki, onun da izahı tələb olunur. Belə ki, pəncərənin sol sütununda Panel upravleniya Domaşnaya stranitsa deyilən xüsusi keçid qoyulub. Onun üzərində sol düyməni vurmaqla biz idarəetmə panelinin pəncərəsinə düşmüş oluruq. Və yenidən həmin pəncərəyə qayıtmaq istəyiriksə, sadəcə ünvan sətrində C element panel upravleniya deyilən sətr seçilməli və yaxud da bu ox işarəsindən tapacağımız mövzu təyin olunmalıdır. Bizim nümunədə bu proqrammi komponent olacaq və sol düyməni bir dəfə üzərindən vurduqda yenidən həmin proqrama qayıtmış oluruq. Prosmotr ustanovlenных обновлений deyilən keçid üzərində sol düymə sıxılarsa, bu zaman yüklənmiş proqramlarda baş vermiş yenilikləri, yəni daha doğrusu proqramın yenilənməsi elementlərini burada görmək olar. Əgər sizin kompüteriniz internetə bağlıdırsa və müxtəlif proqramlar bildiyimiz kimi yenilənmə imkanlarına malikdir və yenilənən proqramlar haqqında məlumat da burada öz əksini tapacaq. Digər bir bölüm Windows XP-də olduğu kimi qalır. Windows 7-də də həmçinin bu bölümə də üstünlük verilir və burada birə qədər adı dəyişdirilib. Yəni Выключить или отключение компонентов Windows deməkdir. Yəni Windows komponentlərinin söndürülməsi və ya yenidən ekrana aktivləşdirilməsidir. Bunun üzərində də sol düyməni sıxdıqda bu zaman komponenti Windows adlanan pəncərə açılacaq və burada istənilən komponenti həm pasiv etmək olar, həm də aktiv etmək olar. Hal-hazırda ağacvari strukturda göstərilmiş qovluqların qarşısında əgər müəyyən bir işarə varsa, bu o deməkdir ki, həmin komponent hal-hazırda Windows əməliyyat sistemində aktivdir. Əgər işarə yoxdursa, həmin element passivdir. Ümumiyyətlə, elementi aktivləşdirmək üçün sadəcə bu checkboxda işarə qoyulur və OK düyməsi sıxılır. Beləliklə, həmin element Windows əməliyyat sistemində aktivləşir. Və yaxud aktiv elementi pasiv etmək üçün sadəcə buradan işarə götürülür və OK düyməsi sıxılır. Və beləliklə, həmin element passivləşir. Digər bir məsələ haqqında da burada ətraflı şərh verək. İstənilən proqramın burada görünüşünü vid düyməsi vasitəsilə də dəyişmək mümkündür. Burada cədvəl, siyahı və yaxud da krupni, aqromni, znaçok şəklində də həmin siyahıda göstərilən elementləri böyüdüb kiçiltmək olar. Əlbəttə, ustanovka idaleni və yaxud da buna oxşar digər proqramlar bugün bütün əməliyyat sistemlərində mövcuddur və əsas məqsəd istifadəçinin kompüterə yüklədiyi proqramları birbaşa bu proqramın köməyi ilə silməkdir. Sağ olun.